Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Keçən dərslərimizdə biz konjunktiv 1 zaman formalarında necə düzəlir və harada istifadə olunur, onu öyrəndik. Bugün isə sizinlə konjunktiv mövzusunun davamı olaraq konjunktiv 2, yəni konjunktiv 2-ni öyrənirik. İlkin olaraq konjunktiv 2 nədir, necə düzəlir və harada istifadə olunur? Konjunktiv 2 Alman dilində arzu, ehtimal, xahiş, ehtiram, şübhə, şərt, mövcud olmayan hal və yaxud reallıqdan uzaq vəziyyətləri, bəzən də əmri ifadə edən fe'l formasıdır. Konjunktiv 2 forması danışıq zamanı daha nəzakətli olmaq üçün istifadə olunur, yəni daha çox ehtiram cümlələrində. Konjunktiv 2 aşağıdakı fe'llərlə işlənir. Birinci haben fe'li ilə, ikinci sein fe'li ilə, üçüncü werden fe'li ilə, dördüncü vollverben, yəni əsas fe'llərlə, beşinci modal verben, yəni modal fe'llərlə. Bugün sizinlə ilk olaraq konjunktiv 2 haben köməkçi fe'li ilə necə düzəlir və harada istifadə olunur, onu öyrənirik. Köməkçi fe'llərin konjunktiv 2 forması düzələrkən bu fe'llərin imperfekt, yəni preteritum formasına umlaut əlavə edilir. İlkin olaraq haben köməkçi fe'li präzis indiki zamanda şəxslərə görə necə təsriflənirdi? Ich hab, du hast, sie es hat, wir haben, ihr habt, sie haben. Preteritum, o da imperfekt, sadə keçmiş zaman formasında şəxslərə görə necə təsriflənirdi? Ich hatte, du hattest, sie es hatte, wir hatten, ihr hattet, sie hatten. Konjunktiv 2-da isə preteritum forması sadəcə və sadəcə umlaut qəbul edir və şəxslərə görə təsrifləndirsək, ich hätte, du hättest, sie es hätte, wir hätten, ihr hättet, sie hätten. Haben fe'li Azərbaycan dilinə əsas fe'l kimi malik olmaq kimi tərcümə olunur. Birinci nümunəyə baxaq. Präsens indiki zamanda ich hab ein Auto. Mənim avtomobilim var. Malik olmaq, sahib olmaq. İkinci preteritum ich hatte ein Auto. Mənim avtomobilim var idi. Keçmişdə. Konjunktiv 2-da isə ich hätte gern ein Auto. Avtomobilim olsun istərdim. Gördüyünüz kimi, bu cümlə arzu cümləsidir. Avtomobilim olsun istərdim. Bu cür cümlələri biz Alman dilində konjunktiv 2 ilə ifadə edirik. Haben ilə işlənən cümlələr konjunktiv 2-da haben köməkçi fe'linin konjunktiv 2 forması ilə düzəlir. Sein köməkçi fe'li ilə işlənən cümlələr isə konjunktiv 2-da sein köməkçi fe'li ilə işlənir. Haben'ın konjunktiv 2 ilə işlənməsi. Haben köməkçi fe'li hansı cümlələrdə konjunktiv 2-da istifadə olunur? Birinci, gələcəyə dair istək və xəyalları izah edən zaman konjunktiv 2 formadan istifadə olunur. Birinci nümunəyə baxaq. Ich hätte gern ein großes Gartenhaus. Böyük bağ evim olsun istərdim. Nədir? Gələcəyə dair istək, bir xəyal. Nə etdik? Konjunktiv 2-dan istifadə etdik. Ich hätte gerne ein großes Gartenhaus. Böyük bağ evim olsun istərdim. Əgər deyiriksə böyük bağ evim var, bu zaman deyirik ki ich habe ein großes Gartenhaus. Nədir? Reallıqdır. Var idi, ich hatte ein großes Gartenhaus. Böyük bağ evim var idi. Ancaq gələcəyə dair istək, xəyaldırsa ki, böyük bağ evim olsun istərdim. Ich hätte gerne ein großes Gartenhaus. Deməli, konjunktiv 2 harda istifadə olundu? Birinci, gələcəyə dair istək və xəyallarda. İkinci nümunəyə baxaq. Er hätte gerne einen Hund. O it istəyərdi. Üçüncü şəxsin təkinə aid bir cümlədir. Necə cümlədir? Arzu cümləsidir. İkinci, nəzakətli formada sual verdikdə. Məsələn,
Hätten Sie Zeit für mich? Mənim üçün vaxtınız var. Mənim üçün vaxtınız olar. Haben Sie Zeit für mich? Dedikdə də mənim üçün vaxtınız var kimi tərcümə olunur. Sadəcə olaraq konjunktiv sifaydən istifadə edildikdə bu sizin daha nəzakətli olduğunuzu göstərir. Yəni ekstra nəzakət belə deyim. Haben köməkçi feili gördüyünüz kimi nəzakət formasında konjunktiv sifaya görə təsriflənib. Hättest du einen neuen Bleistift? Bəlkə yeni qələmin olar. Bu sizin daha nəzakətli formada sual vermə formanızdır. İkinci şəxsin təknə görə təsriflənib. Hättest du einen neuen Bleistift? Bəlkə yeni qələmin olar. Hättet ihr Möglichkeit mich wieder anrufen? Məni yenidən yığmaq imkanınız olardımı? İkinci şəxsin cəmində işlənib və nəzakətli bir formada sual verilir. Hättet ihr Möglichkeit mich wieder anrufen? Üçüncü nəzakətli formada xahiş etdikdə. Was hätten Sie gern? Nə istərdiniz? Bu nəzakətli formada sual cümləsidir. Ich hätte gerne einen Kaffee. Mən qəhvə istərdim. Bu artıq nəzakətli formada xahişdir. Dördüncü qeyri-real vəziyyət. Birinci nümunəyə baxaq. Wenn ich viel Geld hätte, würde ich Porsche kaufen. Pulum çox olsaydı, Porsche alardım. Əgər pulum çox olsaydı, wenn ich viel Geld hätte, bu cümlə artıq vəziyyətin qeyri-real olduğunu göstərir. Wenn ich Zeit hätte, würde ich spazieren gehen. Vaxtım olsaydı, gəzməyə gedərdim. Vəziyyətin qeyri-real olduğunu göstərir. Haben feilinin konjunktiv sifayda keçmiş zamanda işlənməsi, haben köməkçi feilinin konjunktiv sifay forması ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Partiv sifay isə cümlənin sonunda gəlir. Bəs harada istifadə olunur? Birinci təəccüb bildirən cümlələrdə istifadə olunur. Mən heç vaxt onun məni tərk edəcəyini düşünmürdüm. Nə cür cümlədir? Təəccüb bildirir. Ich hätte nie gedacht, dass mich verlassen würde. Mən heç vaxt düşünmürdüm. Ich hätte nie gedacht, onun məni tərk edəcəyini, dass mich verlassen würde. Denken düşünmək feili, haben köməkçi feili ilə işlənən feil olduğuna görə konjunktiv sifayda biz artıq denken feilini haben köməkçi feili ilə şəxsə görə təsrifləndirdik və təəccüb bildirən bir cümlə olduğuna görə artıq konjunktiv sifaya aid oldu. O, valideynlərinin sabah gələcəyini heç vaxt düşünməmişdi. Hätte nie gedacht, dass seine Eltern morgen kommen würden. O, heç vaxt düşünməmişdi. Hätte nie gedacht, valideynlərinin sabah gələcəyini, dass seine Eltern morgen kommen würden. Təəccüb bildirən bir cümlədir. Konjunktiv sifaydan istifadə etdik və bu cümlələr keçmiş zamana aid cümlələrdir. İkinci, məyusluq, peşmanlıq bildirən cümlələrdə istifadə olunur. Bu zaman cümlədə doch, noch, bloß partikil, yəni ədədlərdən istifadə olunur və Azərbaycan dilinə kəşke kimi tərcümə olunur. Yəni cümlədə bu üçündən birini istifadə etmək olar. Bu zaman hätten cümlədə birinci yerdə gəlir. Kəşke daha çox öyrənmiş olsaydım. Bu cümlə məyusluq, peşmanlıq bildirən bir cümlədir. Alman dilində ifadə etmək üçün biz konjunktiv sifaydan istifadə edirik. Kəşke, məyusluq, peşmanlıq bildirdiyinə görə haben feili konjunktiv sifay formada birinci yerdə gələrək birinci şəxsə görə təsriflənir. Doch, no, bloß ədədlərindən də istifadə etməyi unutmuruq. Çünki kəşke kimi tərcümə olunan ədədlərdir. Hätte ich bloß mehr gelernt. Hätte ich bloß mehr gelernt. Lernen feili haben köməkçi feili ilə işlənən feil olduğuna görə biz haben köməkçi feilinin konjunktiv sifay formasında istifadə edə bildik. Kəşki şifahi imtahan üçün çox yaxşı hazırlaşsaydın. Məyusluq, peşmanlıq bildirən bir cümlədir. Hazırlaşmaq ikinci şəxsin təkinə aid bir cümlədir
Hättest du dich doch sehr gut auf die mündliche Prüfung vorbereitet. Keşke o imtahandan keçəydi. Məyusluq bildirən bir cümlədir. Üçüncü şəxsin təkinə görə təsriflənir. Hätte er nur die Prüfung bestanden. İmtahandan keçmək, die Prüfung bestehen. Keçmiş zamana aiddir cümləmiz. Hätte er nur die Prüfung bestanden. Keşke o imtahandan keçəydi. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.